Mənim həyatım çox maraqlı və çox qarışıq olub. Özüm Almaniyada doğulmuşam, Potsdam şəhərində. Atam hərbiçi idi. Elə hərbiçilərə maşallah çox dəstək olursunuz. Sonra köçdük Rusiyaya, özü də Dalnivostoka, uzaqlara, soyuq yerlərə. 14 il orada yaşadıq və 2004-cü ildə Azərbaycana gəldim. Çoxu heç bilmir ki, mən Azərbaycana gələndə 2004-cü ildə mən heç Azərbaycanlı normal danışa bilməyən insan idim. Yəni çox insanlar deyir ki, hardasa dil bariyeri var qalxmaqda, çox çətinliklər var da. Yəni mənim öz ana dilimi mən rahat danışa bilmirdim, yəni də çox şey başa düşmürdüm. Gələndə atam orada fermer idi, hektarlarla torpaqlar var idi, qida sektorunda yəni əsas işləyirdi, sahibkar idi. Sonra bura gələndə müflis oldu. Yəni o normal bir hadisə deyək də, çox vaxtı xaricdə gələn Azərbaycanı sonra yaşayan vətəndaşlar çox vaxt müflis olurlar. Bilmirəm niyə nədəndir, yəni kimi tanıyıram. 10 nəfərdən 9-u elədi, təəssüflər olsun. Bəlkə də oradakı instrumentlər, işlər, oradakı addımlar, oradakı həyat prinsipləri burada işləmir. Bəlkə də burada başqa cürdür, ona görə. Hər nəysə, atam müflis oldu, biraz çətinlik idi bizdə. O da çətinlik idi ki, indi mən 11-ci sinifi Azərbaycanda oxumuşam, o da oxumaq demək olaraq. Hazırlaşırdım əskəriyə getmək, çünki hazırlığa da nəsə qoydular məni, bir ay nəsə getdim güclə, sonra getmədim. Hazırlaşırdım həqiqətən əskəriyə getməyə falan. Dedi ya, imtahan verək də, yəni prova eləyək də, bu normal bir şeydir. Bəlkə alındı, bəlkə bəxtimiz gətirdi, indi danışırıq, gülürük. Getdim imtahan verməyə. İmtahan getdim, verdim. Nəsə yarısını yazdım. Həqiqətən də biraz Rusiyada oxumuşam da, yəni də Rus sektoru idim. Bir yarısını yazdım, yarısını biraz orada düşdüyüm yer biraz xaos idi. Biraz istifadə elədim, köçürtdüm yarısını. İndi gülməm də gəlir, deyirəm ki, nəsə yazıram, çox belə pozitiv şəkildə gelirdi də həmənki proses. Neysə, qayıtdım və mama deyilətə yazmışam, deyirəm, nə bilim, nəsə yazdıq da indi. Görün, nə olacaq? Sonra nəsə, bilmirəm, hansı müddətdən sonra cavablar çıxır da. Cavablar çıxanda nəsə zəng elədilər mamaya, sinif yoldaşım. Görür, mama ağlayır, telefon danışır, ağlayır da. İndi yadıma düşür, mən kövrəlirəm. Görür, mama ağlayır, mama nə olub falan, deyir, bəs nədir?